Allah köməyiniz olsun. Mən sizə dərin təşəkkürümü bildirirəm. Bu günləri gəldiniz, məni ziyarət elədiniz, Sübhanı ziyarət elədiniz. Sübhanın ev muzeyində gəldiniz, bax, oturdunuz, rahat söhbət elədik. Çünki siz də mənim kimi dərd ortaqlarımsınız, dərdli analarsınız. Bizim təsəllimiz, bax, belə balalarımızın şəkilləridir. Onlar şəkillərdə qaldılar. Bax, bu uşaqlar. Bilən, baxdınız, baxmadınız, orada Sübhanın paltaları təzə qaldı. O axırıncı dəfə aldığı paltaları təzə qaldı. Heç giymədi. O bir şey alanda həmişə evə zəng edib deyirdi ki, o mamanın qəşəng zövqü var da. Mama bax gör necədir, xoşuma gəlir, bəyənirsən. Dedi, mən Sübhan qəşəngdir, bunu götür günə balam. Bana qismət olmadı onları giyinsin. İndi ev muzeyindədir. Yenə də siz onların yoxluğu bizə o qədər pis təsir eləyir. Deyirlər ki, şəhidlər sağdır. Amma biz onları görmürük. Biz balalarımızı görmürük. Onlar bizi görür. Amma biz onları görmürük. Biz analar üçün o qədər çətindir. Evlad itkisi. İnsanın başı ağrıyır, gedirsən, dərman alırsan. Başının ağrısı kəsir. Amma bu elə bir acıdır ki, heç bir zaman bu acı ilə yaşayırsan, toxtaya bilmirsən. Getdikcə yaranın üstü qaysaqlamaqdan yaranın üstü açılır. Getdikcə. Gözün yoldadır. Adi görsən yolla gedirsən, birdən kimsə Sübhan deyir, çevrilib baxıram. Deyirəm ki, baxıram belə, deyirəm ki, sənin adındır Sübhan. Elə bir gözüm hər yerdə axtarır. Sübhanı hər yerdə axtarır. Çox çətindir. Bax, anamız Füzulidən gəlib, mənim gözəl Nailə bacım. Onun da oğlu 2020-də 44 günlük müharibədə bir oğlu şəhid olub, bir oğlu da antiterrorda. Mən 8 martı Bakıda yox, Beyləqanda, Füzulidə şəhid anaları ilə bir yerdə keçirdim. Çünki özümə elə bir ki, toxtaqlıq onların yanında olanda tapıram. Evdən qaçıram, evdə oturmaq istəmirəm. Hərdən deyirlər, analar deyir, bütün günü çöllərdədir. Onlar dərk elə fikirləşmir ki, onu bizə deyən insanlar. Bu analar dərdini götürüb qaçır. Təsəllini qarşısında olan şəhid anadasından axtarır. Bir görən o ana necə çəkir o dərdi. Oturursan, söhbət eləyirsən. Yolumuzda. Söhbət eləyirsən, deyirsən. Burada bu da baxırsan ki, ana danışır öz övladından. Deyirsən, elə bil mənim övladımdan danışır. Dolma xoşlayır, deyir, mənim doğulum dolma xoşlayır. O deyir, varini xoşlayır, bu ağ gilas. Deyir, mənim doğulum ağ gilas xoşlayırdı. Mən 6 bazar, anamız bu Beyləqandandır. Sübhan Beyləqanda işləyirdi, 218-də. Başgizir kəşfiyyatçı idi də. 6 bazar mənim günüm Beyləqanda keçirdi. Gedirdim Beyləqana, o xoşladığı yeməkləri pişirirdim, aparırdım. Qazan pişirib aparırdım. Qoyurum xalacinikə az-az giysin də. Sübhan axırıncı dəfə, bilmirəm, mənim o çıxışıma baxmamısınız. Pandemiyaya vaxtıydı. Zəng elədik ki, ona qutab istəyirəm. Dedim, ay Sübhan, mənim gəlinim İmişlidəndir. Dedim ki, get, qardaşın arvadı ordadır da. Get, qutab pişirsinlər bir yerdə. Dedi, ana, mənə başımdan eləyirsən. Mən ondan sonra deyirəm, ay Sübhan, yox, deyirdi, ana qutabı istəyirəm. Mən ondan sonra başa düşdüm ki, o məni istəyirdi. Ki, mən gəlim, o bilirdi müharibə olacaq. Mən gəlim və mənlə görüşsün. Hərdən elə şeylər var ki, mən onu özümə bağışlaya bilmirəm. Axırıncı dəfə zəng elədi, mən işdəydim. Onun axırıncı zəngini mən telefonu götürə bilmədim. İndi inanırsınız ki, uşaqlar hansısa zəng eləyirsə, mən o telefonu tez götürürəm. İraq olsun, birdən nəsə olar, mən o telefonun zənginə cavab verə bilmərəm. Onu bax, özümə bağışlaya bilmirəm. Çox çətindir. Nə bilim. Bu ana üçün lap çətindir, 2 oğlu itirib. Burada Mahirə anamız var, Bərdədəndir. Mahirə ananın da yeganə evladı idi. Oğlu yaxşı yerdə, işində, gücündə, amma gəldi, vətəndarda idi, vətənə. Gedib vətəndardadır, gələ mən müharibədə olan, burada olan. Nə bilim, analar da bir kəlmə üstə danışdı öz balalarından.